gözəl bəstəkarımız var. O mənə padarka eləmişdi, hədiyyə eləmişdi onu. Sonra zəng elədi ki, Gülnarə, sənin pulun yoxdur da. Fakt odur ki, sən qabağa gedə bilmirsən. Gəl, mən o mahnını məndən istəyirlər. İndi xalq artistidir həmin xanım. Özü ki, yəni çox bəhk gedən xalq artistlərdəndir. Dedi, gəl mən o verim ona. Sən onsuz da qabağa gedə bilmirsən də hələ. Haçansa verərəm sənə mahnı. Mən də hələ indiyənə kimi gözləyirəm mahnımı. Pul yoxdur, nə mahnı var, nə klip var, nə televiziya var. Mənə heç bir efirə çağırmırlar, heç bir. Sadəcə demək olar ki, bir dəfə Space-də canlanırdı. 3 dənə klip çəkdilər mənə, rolik. Onu da heç vermədilər. O birisi kanallar da ki, hamı ancaq söz verir də. Deyir, o yetimə gəl deyən çox olur. Əvvəllər mənimlə duet oxumaq istəyən adam, sonra illər keçəndən sonra o populyar oldu. Mən ondan xahiş elədim, mənimlə duet oxusun. Dedi, hə, oxuyaram. Getdim studiyada, musikantları gətirdim, hamısının pulunu verdim. Gəlmədi. Mən də ki, inanıram hamıya ki, ancaq öz problemlərimi danışmağa. Mən gedirəm ki, mahnımı oxuyayım. Mənə deyirlər ki, sən çalış ailə söhbəti, nə bilim, mən də fikirləşirəm ki, mən axı qürurum var da, mən heç vaxt heç kimə əyilən adam olmamışam. Mən niyə axı çəkim öz həyatımı, sonra da mənə zənglər olsun ki, yəni bizim həmkarlar da tərəfindən, əməkdar artist, xalq artistləri zəng eləyib mənə desinlər ki, niyə sən öz ailə işi, bütün hamısını cəmaata danışırsan, güya sənə kiminsə yazığı gələcək. Vallahi mən heç vaxt heç kimdən qəpik də istəməmişəm.